Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bir il sonra yenidən 5 sual izahı ilə qarşınızdayam. Bu gün sizlərə trigonometrik funksiyalara aid buraxılışa və qəbula dəstək xarakterli 5 sual nümunəsinə baxacağıq. İlk sualla başlayaq. 1 dəqiqə. İlk sualda bizə deyir ki, tangens alfa vurulsun tangens pi bölü 2 plus alfa ifadəsini sadələşdirin. Baxın, burada bizim diqqət etməli olduğumuz məqam bir dəqiqə bu hissədir. Tangens pi bölünsün 2 plus alfa. Baxın, pi bölünsün 2 90 dərəcədir. 90 plus alfa bilirik ki, hansı rübə düşür? Bir dəqiqə. Burada bu şəkildə çəkək, göstərək lab. Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb bilirik. Deməli, tangens alfa dedik ki, baxın, burada 90 dərəcə, 90 dərəcədən sonra artıq bu hissəyə düşür. Yəni ikinci rübə. Rüblərin işarəsini də yazsaq əgər, baxın, tangens birinci rübdə müsbət, ikinci rübdə mənfi, üçüncü rübdə müsbət, dördüncü rübdə mənfidir. Deməli, ikinci rübə düşdüyü üçün nə olacaq? Mənfi olacaq. Və bilirik ki, pi'nin yarım misillərində, yəni pi bölü 2 və 3 pi bölü 2-də ad dəyişir. Yəni tangens kotangenslə, sinus kosinuslə. Həmçinin əksi əvəz olunur. O zaman biz yazarıq ki, tangens alfa vurulsun. Dedik pi bölü 2-yə görə ad dəyişəcək. Kotangens alfa və dedik işarə mənfi olduğu üçün, baxın, tangens bizim əsas funksiyamızın işarəsi ikinci rübdə mənfi olduğu üçün qarşıya mənfi əlavə olunacaq. Bu da bizə verər mənfi tangens alfa vurulsun kotangens alfa. Tangens alfa vurulsun kotangens alfa bizə 1 verər. Qarşısında mənfi işarəsi olduğuna görə bu bizə verər mənfi 1. Cavabımız olur mənfi 1, yəni D variantı. Gəlin ikinci suala keçid edək. İkinci sualda bizə deyir ki, A-nın hansı ən böyük qiymətində y bərabərdir kosinus a kvadrat minus 30x plus pi bölü 6 funksiyasının ən kiçik müsbət dövrü pi bölünsün 3 olar. Baxın, bilirik ki, kosinusun üzəri tək formasında, yəni yazsaq əgər kosinus 2n minus 1 kx plus b formasında dövrü neçədir? Deməli, 2 pi bölünsün k'dır. Burada görürük ki, k'mız bizdə, baxın, bu şəkildə tutaq. K'mız bizdə görürük ki, a kvadrat plus 30'dur. O zaman gətirib yerinə yazarıq. Yazarıq ki, 2 pi bölünsün a kvadrat minus 30 bərabərdir nəyə? Bizə deyir ki, ən kiçik müsbət dövrü pi bölü 3 olsun. Pi bölünsün 3. O zaman pi'lər ixtisar olunar. Yerdə qalar 6 bərabərdir a kvadrat minus 30. Buradan da a kvadrat bərabərdir 36'dan a bərabərdir müsbət mənfi 6 alarıq. Bizdən ən böyük qiymətini soruşduğu üçün a-nın hansı qiymətini götürərik? Əlbəttə ki, müsbət 6 qiymətini. Cavabımız olur müsbət 6. Keçid edirik 13-cü suala. 13-cü sualda bizə deyir ki, fx bərabərdir sinus x və gx bərabərdir kosinus x funksiyasının qrafiklərinin 0 pi bölü 2 aralığında kəsişmə nöqtəsindən OX oxuna qədər məsafəni tapın. Baxın, bunu gəlin ilk öncəliklə qrafiklə göstərək. Sinusun qrafiki nə şəkildə olacaq? Belə, bu şəkildə, belə və belə. Və bu şəkildə də gedir. Kosinusun qrafiki isə belə, bu şəkildə gedəcək. Baxın, hansı yerdə görüşürlər? Bu yerdə. Bura haradır? Sinus x bərabərdir kosinus x olan hissə. Baxın, bu tənliyi həll edib də ala bilərik. Amma biz artıq əzbər bilirik ki, 0-90 dərəcə arasında sinus kosinusa nə zaman bərabər olur? 45 dərəcədə. Yəni, sinus 45 bərabərdir kosinus 45. Deməli, tənliyimizin kökü neçəymiş? 45 dərəcə. Və bizdən məsafəni soruşduğu üçün nə yazarıq? Ya sinusa ya da kosinusa ikisindən birinə yazarıq ki, sinus 45 tutalım. Sinus 45 də bizə neçə dərəcə verəcək? Kök altda 2, daha doğrusu neçə verəcək? Kök altda 2 bölünsün 2. Cavabımız nə olur əzizlərim? Kök altda 2 bölünsün 2. Keçid edirik 18, yəni 4-cü suala. Və bunu qeyd edim ki, bu bizim trigonometrik funksiyaların ilk hissəsidir.
Yəni eyniliklər, dövr, ad dəyişməyə aid olan 5 sualdır. Növbəti 5 sualımız isə trigonometrik toplama düsturları, ikiqat arqument düsturları, dərəcənin aşağı salınması və s. kimi sual mövzuları, düsturları əhatə edən digər bir 5 sual olacaq. Yəni onu da yəqin ki sabah və yaxud da növbəti günlərdə paylaşaram. Keçək 4-cü sualımıza. Bizə deyir ki, sinus alfa bərabərdir kotangens alfa olarsa 4 minus kosinus alfa, daha doğrusu 4 minus kosinus kvadrat alfa minus kosinus alfa ifadəsinin qiymətini hesablayın. Baxın, bizə nə verib şərtdə? Sinus alfa bərabərdir kotangens alfa. Bunu yazarıq. Kotangens alfa nə idi? Kosinus alfa bölünsün sinus alfa. O zaman buradan alırıq ki, kosinus alfa bərabərdir sinus kvadrat alfa. Buradan da gətirib bunu burada yerinə yazsaq, 4 minus kosinus kvadrat alfa minus sinus kvadrat alfa. Bu da bərabərdir 4 minus sinus kvadrat alfa plus kosinus kvadrat alfa. Bu da bizə eyniliyə əsasən neçə verəcək? 1 verəcək. 4 minus 1 də bizə 3 cavabını verər. Cavabımız neçə olur əzizlərim? 3. Son sualımıza keçid edirik. Son sualda bizə deyir ki, 1 minus kosinus 42 dərəcə bölünsün sinus kvadrat 21 dərəcə ifadəsini sadələşdirin. Baxın, burada nə edərik əzizlərim? Deməli, nədən istifadə edəcəyik? Sinus kvadrat 21-i dərəcənin aşağı salınması düsturuna əsasən yazsaq, belə yazarıq. 1 minus kosinus 42 qalır yerində. Sinus kvadrat 21-i yazarıq 1 minus kosinus 2 alfa, yəni 42 bölünsün 2. Bu 2 bilirik ki, çıxır sürətə. 2 vurulsun 1 minus kosinus 42 bölünsün 1 minus kosinus 42. Bu ifadələr ixtisar olunur. Yerdə neçə qalır əzizlərim? 2 qalır. Cavabımız olur 2. Belə əzizlərim, sizlərlə eynilik, dövr və ad dəyişməyə aid 5 sual nümunəsinə baxdıq. Çox da çətin olmayan, yəni yeni başlayanlar və orta səviyyəlilər üçün olan 5 sual idi. İnşallah daha çətin sınaqlar və sair izahlar da paylaşılacaq YouTube kanalımızda. Onları da izləmədə qalın. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a emanet olun.